Dəyərli idman sevərlər, hər birinizi xoş gördük. Baku TV-nin efirində İdmanda Nə Baş Verir podkastının daha bir buraxılışı ilə qarşınızdayıq. Bu günləri maraqlı bir mövzuya toxunmuşuq. Özündə harmoniya, müdafiə və enerjini cəmləyən bir idman növünə toxunmuşuq. Söhbət real Aikido idman növündən gedir. Bu barədə danışacağıq. Qonağımız isə Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti, eyni zamanda Azərbaycanda Real Aikido klubunun da rəhbəri Fariz Abdullayevdir. Fariz bəy, xoş gördük sizi. Salamlayıram hər kəsi. Mən də xoş gördüm sizləri. Çox sağ olun ki, dəvət eləmisiniz. Əvvəlcə ondan başlamaq istəyirəm ki, birinci onu qeyd edeyim ki, Azərbaycanda kifayət qədər, yəni sizin klubda, sizin məktəbdə gördüyümə görə kifayət qədər tələbələrimiz var, istər xanımlar olsun, istər kişilər olsun. Nədən bəhs eləyir bu idman növü? Biz bunu adətən Real Aikido yox, elə Aikido kimi görmüşük. Uşaqların hətta Hollywood ulduzlarından biri də var ki, bu idman növünə dünyaya çox çatır. Buyurun. Bəli, çox doğru vurğuladınız. Əsasən populyarlıq Aikido üzərindədir. Çünki Aikidonun 50-dən çox istiqaməti var əslində, stilləri var. Bunlardan biri də Real Aikidodur. Hansı ki, biz Azərbaycanda bunu təmsil edirik. Mən də siz qeyd etdiyiniz kimi Dünya Federasiyasının vitse-prezidentiyəm. Və bu idman növü Real Aikido hibrid sistemdir. Yapon Aikidosunun üzərində qurulub. Ancaq ki, tərkibində Jiu-Jitsu, Judo, Sambo və bir sıra döyüş növlərinin elementlərini də birləşdirir. Ona görə də daha praktik, daha sərt, daha dinamik bir Aikido mənasını verir və real situasiyalar üçün daha əlverişli, daha praktikdir. Və buna görə də hər kəsin marağı olur bu idman növünə. Artıq biz sosial şəbəkələrdə də uzun müddətdir təbliğat aparırıq. Hətta 2009-cu ildən YouTube-da ilk videolarımızı biz paylaşanda xaricdən belə yazırdılar ki, siz dəqiq Azərbaycanda məşq edirsiniz. Deyirdim, bəli. Deyirdilər axı mərkəz deyirdilər axı mərkəz Serbiyadır. Siz burdakılar kimi məşq edirsiniz. Bilmirəm, bəlkə vizual yaddaşım yaxşı idi. Videoları izləyirdim, seminarlarda çox olurdum. Bəlkə ona görə daha çox belə inkişaf eləmişdik və o dövrdən bu dövrə artıq çox illər keçibdi və inkişaf da göz qabağındadır. Çox şükür ki, insanların hər bir insan yarış istəmir demək ki, özünü müdafiə tələbat da var. Bu format da sevənlər var və gəlirlər birgə məşq eləyirik. Elə bunun üzərinə gəlmək istəyirəm. Bu idman növü yəni kimlər üçün də daha çox, kimlərə lazımdır bu və belə baxanda hamıya lazımdır. Çünki söhbət özünü müdafiədən gedir. Amma müraciət edənlər nə deyirlər? Yəni bəli. Ümumiyyətlə özünü müdafiə siz vurğuladığınız kimi hər kəs üçündür və bunun yaşı da yoxdur, cinsi də yoxdur. Bizim idmanda çəki məhdudiyyəti də yoxdur, boy məhdudiyyəti də yoxdur. Hal-hazırda 4 yaşdan 70 yaşa qədər bizim tələbələrimiz var. Xanımlı, bəyli məşq eləyirlər. Və kimlər ki, özünü müdafiə eləmək istəyir, onlar artıq bura müraciət edirlər. Və bunu da qeyd edim ki, Real Aikidonun yaradıcısı Serbiyalı general polkovnik, 10-cu dan qara kəmər ustası akademik Lyubomir Vraçareviç olubdur. Onun gözəl bir sözü var. Deyir ki, Real Aikido zəifləri güclü, güclüləri isə alicənab edir. Yəni, belə bir fəlsəfə ilə yanaşıbdır. Ona görə də belə çıxır ki, hər kəs üçün də özünü müdafiə, bəli. Bu idmanda qeyd elədiniz ki, yəni yaş kateqoriyasını qeyd elədiniz və mən bildiyimə görə xanımların sayı daha çoxdur, nəinki kişilərin. Yəni belə bir göstərici də var. Demək olar ki, ya 50%, 50-dən də artıq. Bəli, artıq xanımlar daha çox müraciət eləməyə başlayıblar. İlk öncələr bu qədər deyildi, açığı. Tək-tük hallarda xanım idmançı görə bilirdik. Daha sonra artıq belə deyək, təbliğatın nəticəsində xanımlarla bağlı videolar da çəkdik, göstərdik ki, xanımlar da özünü müdafiə eləyə bilərlər. Xanımlar da məşq prosesində iştirak edirlər. Xanımlar da Azərbaycanı xaricdə təmsil edə bilirlər. Bundan sonra xanımların axını daha çox oldu. Görünür ki, onlar daha çox özünü müdafiəyə ehtiyac duyurlar, amma onu qeyd edim ki, bəylər də az deyil. Yəni demək olar ki, 50% və demək olar ki, bəli, 50-50-yə artıq durum var. Sizin kəmər təqdimatı bir mərasimləriniz var idi. Orada gördüm, maşallah, yəni insanların sayı həddindən artıq çoxdur. Yəni zalın bu başından o başına demək olar hər yer dolmuşdu və hamı da sizin o göstərişlərdir falan, onlara gözəl əməl edirlər. Fariz bəy, ümumiyyətlə hadisələr olubmu ki, sizin tələbələr desinlər ki, misal üçün 3 ildir məşğuldur və indi bu hadisələr qaçılmazdır da. Bəli. Gecəmi olsun, hardasa olsun, yəni bunu tətbiq eləyiblərmi? Bəli, mən sizə qeyd edim ki, bu statistik olaraq deyə bilərəm ki, mənim hal-hazırda 2008-ci ildə məşqçi kimi fəaliyyətə başlamışam, birincidən qara kəmər ustası olduqdan sonra. O vaxtdan bura 2500-dən çox idmançı hazırlamışam. Yəni, Azərbaycandan gedir. Bəli, Azərbaycandan söhbət gedir. 2500-dən çox idmançıya təlim vermişəm və onlardan
bir neçəsi, yəni bildiyim, çünki hər kəs gəlib danışmır başına nə iş gəldi, amma bildiklərimiz var. Məsələn, ən belə kritik vəziyyət nədir? Yeni gələn idi, yəni heç 1 il olar olmaz məşğul olurdu bizdə. Bıçaq hücumundan özünü qoruya bilmişdi. Hətta qorxaraq yanıma gəlmişdi ki, bəs müəllim, mən bıçağı aldım əlindən, gözünü də vurdum, qorxdum, əzdim. Mənə problem olmaz ki, mən də izah elədim ki, bu hüquqda da belədir ki, sən son zərurət halında özünü müdafiə etmirsən, problem yoxdur. Daha sonra xanımlardan olubdu müdafiə olunan, hansı ki, düz 4 dəfə müdafiə olunub. Bir xanım. Bəli, bir xanım. Bu yəni rekord kimi bir şeydir. Elə bir yerdə yaşayır. Bəli, elə bir yerdə yaşayırdı ki, indi demək istəmirəm o yeri. Amma həmin yerdə həmişə problemli insanlar olurdu. Ona görə də o 4 dəfə özünü qoruya bilib artıq heç kim ona yaxın durmayıb. Həmin territoriyadakı bu xanıma 4 dəfə kifayət dəymək lazım deyil. Bəli, bəli. Belə bir ad-san var idi orada. Ondan sonra mən özüm şəxsən 4 və yaxud 5 dəfə situasiya ilə belə qarşılaşmışam. Baxmayaraq ki, sakit xarakterliyəm, baxmayaraq ki, heç bir gərginlik sevmirəm, heç vaxt heç bir söhbətin ortasında olmaq istəməmişəm, amma siz dediyiniz kimi həyatdır. Bilmirsiniz, ya dostunun başına iş gəlir, ya hər bir yoldan keçirsən ki, o vaxt daha çox olur. Düzü indi son dönəmlərdə yoxdur. Elə bir yoldan keçirsən ki, orada problemsiz ötüşə bilmirsən və elə həmin məqamlarda çox köməyimə gəlib və bir şeyin fərqinə varmışam ki, çox adam təlimlərə baxır, düşünürlər ki, biz nə isə öyrədirik və həmin şeyi orada düşünüb eləyirsən. Bu artıq elə olmur. Burada avtomatizm etapı olur. Bir şeyi minlərlə dəfə təkrar etdikdə bir fəndir. Həmin situasiyada siz onu dərhal eləyirsiniz. Mən məsələn istənilən bu 3 dəfə, 4 dəfə ki müdafiə olunmuşam, nə qədər olubsa, həm uşaqlıqdan üzü bu tərəfə, deməli hər birində texnikanı eləmişəm, özümü qorumuşam, amma bilməmişəm nə eləmişəm. Adrenalin yəni bu ki, avtomatik baş verir. Bəli, adrenalin ki qalxır. Həmin vaxtı mən heç bilmirəm nə edirəm. Özümü qoruduqdan sonra biraz keçir, söhbət səngiyir, fikirləşirəm kino fraqmentləri kimi, film fraqmentləri kimi yadıma yavaş-yavaş düşür ki, aha, bu hücum elədi, mən buraya yayandım, bu fəndi elədim və s. Yəni bu belə də baş verir. Yəni özünü müdafiə belədir. Düşünək ki, avtomobilin kəməri, təhlükəsizlik kəməri və airbag sistemi kimi də, yəni son anda bu açılır, bu texnikanı işləyirsən. Bunu da eləmək üçün uzun müddət məşq eləmək lazımdır ki, avtomatikləşsin. Çox adam düşünür ki, kimdə onu fikirləşsən, sənin yaxandan tutanda 3 saat bunu eləyəcəksən, yoxsa onu orada düşünmürsən, sadəcə olaraq tətbiq edir. Elə burada da əsas məqsəd avtomatikləşmək idi ki, yəni sən buna artıq özündən asılı olmayaraq anında lazım olan məqamda bu yəni özünü müdafiəni bacarasan. İndi bu səviyyəyə gəlib çatmaq üçün ən azı düzdür, idmançının özündən də bəlkə böyük şey, çox şey asılıdır, amma statistika nəyə göstərir? Nə qədər məşğul olmaq lazımdır ki, artıq gəlib bu səviyyəyə çatasan? Bəli, siz qismən cavabını verdiniz. Bizə də hər kəs bu sual verir ki, nə qədər vaxtda mən nə əldə edə bilərəm? Bu hər kəsin öz fərdi qavramaq qabiliyyətindən asılıdır və ona uyğun da sürət müəyyənləşir. Amma ortalama desək, orta belə deyək, qavramaq qabiliyyətli insan 1 il yarım stabil məşq edərsə, yəni həftədə 3 dəfə buraxmadan, normal məşq edərsə, axsatmadan, onda artıq o özünü müdafiə vərdişləri formalaşa bilər. Ola bilər də ki, daha yaxşı götürmə qabiliyyəti olar, 1 il axsatmadan məşqlərini davam edir, 1 illə də nəsə formalaşmış olar. Mən məsələn 26-cı ildir məşğulam. Mənim tələbələrim artıq 10 il, 15 il məşğul olanlar belə var. Yəni köhnədən olan tələbələrim. Hələ də məşqdədirlər, onlar artıq məşqçidirlər, milli yığma üzvüdürlər, 2-3 eyni zamanda klubun rəhbəridirlər. Yəni artıq o həyatında buna sərf ediblər, bəli. Və onlar məsələn illərdir məşğul olurlar. Yəni bu bir əslində həm də həyat tərzidir. Yəni bu müəyyən bir yerə çatım, buradan sonra ayrılım deyil. Təbii ki, hər kəsin öz maraqları, öz istəkləri var. Kimisi düşünür qara kəmərə çatım, əldə edeyim, ustalıq səviyyəsinə ayrılım. Kimisi gəlir ora çatır mənim kimi. Mənə deyəndə ki, artıq bəsdir, sən artıq qara kəmərsən, mən deyirdim ki, indi başlamışam. Qara kəmərdə başlamışam. İndi başladım, bəli. Hələ indi başlayıb bu yol. Ona görə də yanaşmadan çox şey asılıdır və hər kəsin qavramaq qabiliyyətindən də xüsusilə müddət asılıdır. İdman tərəfini qismən də olsa danışdıq, özünü müdafiə aydın məsələdir. Bu daha nəyi? İndi mən verilişin əvvəlində dedim, yəni harmoniya, enerji və özünü müdafiəni özündə cəmləşdirir. İstəyərdim bu barədə biraz danışaq. Bu insanda daha nəyi formalaşdırır? Bayaq da qeyd etdiyim kimi, insanları birinci növbədə alicənab eləyir. Güclü olsanız belə təvəzzökar olmağı öyrədir. Yəni sistem, bizim məktəb elədir ki, orada heç kim heç kimdən fərqlənmir. Hamı eyni qaydaya tabe olur.
kiminsə vəzifəsinə görə və yaxud da ki, hər hansı bir maddi imkana görə və hər hansı bir səbəbdən heç kimdən qətiyyən fərqlənmir. Əsas məsələ budur. Və ora gələnlər bu mühitə görə də gəlirlər, mehribançılıq mühitinə görə. Yəni bu idmanla məşğul olanlar həm mehriban ailə mühiti qazanırlar, həm rahatlıq tapırlar, həm stressdən azad olurlar, həm qətiyyətli olurlar, həm özlərinə güvənməyə öyrənirlər və sizə deyim ki, sağlamlıqlarını da qoruyurlar. Bizdə nisbətən yaşlı idmançılar da var, yaşı 60-dan yuxarı olanlar. Məsəl üçün onlar bizə deyirlər ki, çox sağ olun ki, bizi bu idmanda qəbul edirsiniz. Biz bu yaşdan sonra savaşası deyilik. Ancaq ki, cavanlığımızı sizin sayənizdə qoruyub saxlayırıq. Yəni belə bir bu onlara lazımdır, yəni lazımdır. Yaşadır onları. Bəli, bəli və eyni zamanda bel ağrısı ilə bağlı da çox adam müraciət eləyir bizə ki, yönəldiblər bizi sizin yanınıza. Sağlamlıq baxımından bəli, da Aikido idmanı ümumiyyətlə çox xüsusi əlverişlidir həm bu onurğa sütunu üçün filan ki, daha da belə deyək, möhkəmlənsin. Mənim özümün də məsələn beldə 3 böyük yırtığım var. Amma demək olar ki, yəni o problem olmayan adam yoxdur. Bəli, 3 böyük yırtıqdır. Yəni 11 milli bir, 7 milli, 5 milli, yəni bunlar kritikdir. İnsanlar 2 milli olanda əməliyyata girir. Amma gördüyünüz kimi mən məşqdəyəm, heç bir problem yoxdur. Bu da ona görədir ki, idmandayam davamlı olaraq və əzələ korsetlərim güclüdür, bədənimi saxlayır və o yırtığı kompensasiya edir. Heç bir şey hiss eləmirəm. Elə sual vermək istəyirdim ki, necə təsir eləyir, necə baş verir ki, o bellə bağlı onurğa sütunu, bəlkə də boyunla bağlı o, yəni belə deyək də, imkan verim ki, daha ciddiləşsin. Bəli. Aikidonun xüsusi hərəkətləri var, özünə məxsus isinmə hərəkətləri. Həm biləkdən tutmuş bədənin bütün nahiyələrinə kimi ümumi isinmə hərəkətləri də var. Aikidoya məxsus olan xüsusi hərəkətlər də var. Həmin o xüsusi hərəkətlər kömək eləyir ki, əzələlər, xüsusən də onurğa ətrafında olanlar da belə deyək, əzələ korseti möhkəmlənsin, boyun nahiyəsindəkilər möhkəmlənsin və bunun nəticəsində də o problemlər aradan qalxmış olur və heç bir şey hiss eləmirsiniz. Son zamanlar davamlı olaraq qarşıma çıxır, Daxili İşlər Nazirliyinin akademiyasındadır, səhv eləmirəmsə, polis akademiyasında da bir dərslər, təlimləriniz olur orada gənc polislər üçün. Bu necə bağlıdır? Yəni nə qədər maraqlıdırlar bunda və polisin, hüquq mühafizə orqanlarının belə deyək, nə dərəcədə ehtiyacları olur? Ümumiyyətlə mən ilk bizim böyük ustaddan deyim ki, həmin o general polkovnik olan, o bu idman növü ilə 7 ölkə prezidentinin şəxsi can güdənlərini hazırlamışdı. Və bir çox ölkələrində Alfa, Kobra təşkilat kadrlarının xüsusi təyinatlılarını hazırlamışdı, polislər hazırlamışdı. Yəni bu artıq real Aikidonun formatını o vaxtdan müəyyən eləmişdi ki, bu həm də güc strukturları əməkdaşları üçündür. Və mən də həmin yolu davam elədim. Əslində xüsusi bir müraciətim və yaxud da ki, harasa gəlim mən təlim keçimdə olmadı. Çox sağ olsunlar, artıq ikinci dəfədir ki, hətta bu üçüncü dəfədir, üzr istəyirəm, üçüncü dəfədir ki, Daxili İşlər Nazirliyi tərəfindən dəvət alıram. İkisi polis akademiyasında olub, biri isə digər qurumda olubdu. Və polis akademiyasında kursantlar və rəhbər heyət də çox maraqlı idi bu idman növündə. Düzdür, orada video görüntülərdə biraz sərt davranıram tələbəmlə. Ona fikir verdim, hə. O tələbədir də sizdə. Bəli, mənim tələbəm də eyni zamanda mavinimdir. Biri orada mavinimdir, o birisi də məşqçidir. Üçüncü dan qara kəmər ustalarıdır hər ikisi də, illərin idmançılardır. Çox adam videoya baxıb narahat oldu ki, onlara bir şey olub. Əslində onlar heç nə olmayıb, nə mənada. Çünki onlar bir dəqiqə sonra özlərinə gəlirlər. Onlar artıq immunitetləri var bu ağrılara və biz nümunəvi şəkildə çıxış edərkən güc strukturları təlimində biraz sərtliyi ortaya qoyuruq əslində. Çünki bu Grandmasterin də göstərişidir ki, güc strukturları ilə işləyəndə sərt mövqeyinizi göstərməlisiniz ki, onlar anlasınlar ki, bunun sərtliyi hara qədər. Bəli, çünki polis cinayətkarla üz-üzə qaldıqda ona heç bir yumşaq yanaşma olmayacaqdır. Yəni bu artıq aydın məsələdir və olmamalıdır. Yəni kompromis olmur orada. Kompromis olmur. İstəyir hərbiçisinizsə, istəyirsə polisinizsə, bu artıq qarşı tərəfindən bilirsiniz ki, ölüm-dirim mübarizəsi də ola bilər. Ona görə də biz sərtliyi qoymuşduq, amma normalda təlimlərimiz elə sərt keçmir. Yəni bəzi məqamlarda ustad dərslərdirsə, bəli, qara kəmər heyəti üçün. Amma normal dərslərdirsə, hətta biz gördüyünüz kimi xanımlara belə dərs keçirik, onlara belə şiddətli ağrı vermərik. Yəni. Gənc polislər bundan necə nəticə çıxardırlar? Sonra sualları olurmu, maraqlıdırlarmı? İndi baxırlar, izləyirlər, aydın məsələdir. Amma nə dərəcədə maraqlıdırlar? Mən sizə deyim ki, açığı mən təəccübləndim. Çünki onlar həm baxdılar, izlədilər, sonra da həmin texnikaları tətbiq etdilər və çox yaxşı götürmə qabiliyyətləri var idi. Mən də orada rəhbərlikdən soruşdum, onlar dedilər ki, bəli, onlar çox maraqlıdırlar idmanda.
Ona görə siz nə desəz, onu o dərhal öyrəndilər. Hətta çox sevindirici haldır ki, mən sosial şəbəkələrə həmin o videoları yerləşdirdim. Hələ bir neçəsi də var ki, önümüzdəki zamanda yerləşdirəcəm. Həmin o videoları yerləşdirəndə neçə valideyn orada yazdı ki, həmin o kursantların valideynləri şəxsən o video qarşılarına çıxıb yazıblar ki, bəs çox sağ olun ki, belə bir tədbir keçirdiniz, belə bir təlim oldu. Övladımız sizdən danışır ki, təlimdən aldığı təəssürat çox xoş olub. Hə, bu çox maraqlı, çox gözəl göstəricidir. Bəli, o mən də heç gözləmirdim. Hətta valideynlərini tapıb yazmağı çox belə həm maraqlı idi, həm də qismən adamı kövrəldir ki, doğru yoldadır. Yox, stimuldur, yəni motivasiyadır, böyük motivasiyadır ki, insanlar bundan dərs çıxardırlar və nə qədər maraqlı olsalar fərqi yoxdur, istər real IQ-da olsun digər. Yəni əsas odur ki, polislər bu dəyər verirlər. Xüsusən də onlara lazım olan bir idman növüdür. Bəli. Tam doğrudur. Keçək yarışlara, ölkədə hansı yarışlar keçirilir və beynəlxalq arenada biz necə təmsil olunuruq, sonuncu hansı yarışlarımız olub, nələr baş verir? Birinci özümdən deyim, mən Azərbaycanı 6 dəfə beynəlxalq arenalarda təmsil eləmişəm. Dəfələrlə Serbiyada, Qazaxıstanda, Sankt-Peterburqda və Fransada da 2 dəfə təmsil eləmişəm Azərbaycanı. Hətta Dünya Real Aikido-sunu da təmsil eləmişəm, nəinki orada Azərbaycanı. Çünki Dünya Real Aikido Federasiyası tərəfindən 8 nəfər seçilmişdi dünya üzrə. İkisi biz idik, mən və mənim tələbəm idi. 2 nəfər Azərbaycanlı. Bəli, 2 nəfər Azərbaycanlı. Qalanları hamısı Serbiyalılar idi. İkimiz Azərbaycanlı idik. Bu 2015-ci il və 2017-ci illərə təsadüf eləyir və çox böyük bir tədbirdir. Bunu idmandan belə deyim, anlayışı olanlar çox gözəl bilir. Beynəlxalq döyüş növləri festivalı. Belə bir böyük bir festival var. Orada 40-dan çox döyüş növü gəlir. Ən qaymaqlar gəlir, Lord dildə desək. Orada nümunəvi çıxışlar eləyirlər, öz idman növlərinin gözəlliyini göstərirlər. Və mən sizə deyim ki, yəni bu çıxışlarımız YouTube-da var. Mən çıxış edəndə tələbəmlə bizim hissədə 20 min nəfər həmin anda alqışlamağa başlayır. Yəni sırf bizi, yəni Serbiyalıları yox, yəni inciməsinlər, amma bizi həqiqətən alqışlayırlar. Bəli, faktdır. Özləri də dedilər ki, you are number one, Azərbaycan is number one. Yəni bunu özləri də etiraf eləyirlər. Çox şükür ki, belədir. Tədbirlərə gəldikdə isə artıq önümüzdəki vaxtda, yaxın tarixdə Bakıda Real Aikido özünü müdafiə sənəti üzrə 12-ci beynəlxalq seminar və kəmər imtahanı keçiriləcək. Bu imtahana, deməli, və seminara Beynəlxalq Federasiyanın prezidenti 7-ci dan qara kəmər ustası, həmin dediyim o böyük ustadın, general polkovnikin birinci assistenti, professor İqor Petroviç dəvət alacaq və o artıq burada ənənəvi olaraq ildə bir dəfə təlimin verəcək, imtahanlarını götürəcək və bizi yeni texnikalarla tanış eləyəcək. Və burada çox sevindirici hal odur ki, bu beynəlxalq seminarlar artıq 12-cisidir olacaq. Biz bu son 11 dənəsində ardıcıl olaraq 8 il ard-arda birinci olmuşuq. Azərbaycan həm kütləvilik baxımından, özünüz də qeyd elədiniz, gələndə insanları görmüsünüz, həm forma baxımından, nizam-intizam baxımından, həm kimononun üstündə olan loqotiplər, şevron, hamısının düzgün olması baxımından, bəli, hamısı nəzərə alınır. Təşkilatçılıq baxımından, imtahana hazırlıq, fiziki hazırlıq, texniki hazırlıq, hətta qonaqpərvərlik, çünki biz onları hava limanından belə artıq dəyərli və böyük adlarına layiq ustad kimi qarşılayırıq. Azərbaycanda onunla bağlı problem adətən olmur. Bəli, çünki biz qonaqpərvər millətiyik və bunu bütün dünya bilir və biz də bunu hər ildə bir daha göstəririk. Yəni çox şükür ki, tədbirlərimiz yüksək səviyyədə keçir. Ümidvaram ki, bu 12-ci beynəlxalq seminarda Azərbaycan 9-cu dəfə birinci eləyə biləcək. Fazıl bəy, sonda da çox bayaqdan elə o sual beynimdədir, bu Steven Seagal-la bağlı. Çünki Aikidonu mən şəxsən onun hesabına tanımışam. Çünki uşaq idik, filmlər izləyirdik və bizim hamımızın öz qəhrəmanlarımız var idi. Onunla bir görüşünüz olubmu, yoxsa yox? Və onu Azərbaycana bəlkə bir dəvət eləmək kimi bir... Deyim sizə, onunla bağlı bir neçə maraqlı fakt var. Birincisi odur ki, ikimiz də eyni gündə anadan olmuşuq, 10 apreldə. Maraqlı, çox maraqlı. Bəli, bu mən sonradan bildim, amma ikimiz də eyni gündəymişik. Bu da mənə maraqlı motivasiya oldu. Bundan başqa onu qeyd edeyim ki, Steven Seagal'ın kinolarından mən də böyümüşəm. Yəni mənə çox xoş olubdu, həmişə onu izləmişəm və onun işlədiyi elə Aikido əslində bizim real Aikido prinsipinə uyğundur. Yəni onu kinolarda göstərdiyi o sərtlik, qırmaq, vurmaq, yəni elə bizim işlədməkdə normalda elədiyimiz şeylərdir. Deməli, Steven Seagal-la bağlı maraqlı bir anım var ki, mən məşqə gedirdim, Beynəlxalq Federasiyanın rəhbəri İqor Petroviç mənə telefon zəng elədi. Bakıda olarkən mən də götürdüm ki, bəli, dedi ki, bəs tez gir Facebooka bax. Mən də dedim, axı mən təlimə girirəm, indi vacibdir bu. Dedi, bəli, vacibdir, gir bax məncə. Dedim, yaxşı, mən başa düşmədim də baş verib. Nəsə girdim Facebooka, baxdım ki, Steven Seagal həmin dönəmdə hələ 6 milyondan çox izləyicisi var idi, Facebookda followeri var idi.
Baxdım ki mənim videomu paylaşıb. Nə gözəl. Və mənim Maraqlı. Belqraddakı Azərbaycanı təmsil elədiyim videonu Bizə də paylaşıb. göstərərsiniz həmin o Mütləq momenti. şəkildə həmin video artıq YouTube-da da 1 milyondan çox baxış yığıbdı. Çox gözəl. Və o həmin o videonu paylaşıb, mən də başladım oxumağa. Yazılıb ki, bəs bu Fariz Abdullayevdir. O vaxt 3-cü Danqara kəmər ustası idim. Yazılıb ki, 3-cü Danqara kəmər ustasıdır. Azərbaycan Real Aikidosunun rəhbəridir. Burada Fariz başqa stili təmsil eləyir. Bu texnikada bunu işləyir, bu hərəkətdə bunu eləyir və mənim haqqımda 3 səhifə məlumat yazıblar və bunu öz Warrior Zen səhifəsi var idi, saytı. Orada da paylaşıbdı, Facebookunda da paylaşıbdı. Mən də düzü inanmadım ki, belə bir şeydir, amma gördüm ki, yox, realdır, rəsmidir, Facebookuna rəsmi işarəsi falan hər şey. Fərqləndiniz böyük ehtimal ki. Bəli, əlbəttə ki, çünki ömür boyu izlədiyim belə deyim, Ulduz bir dəfə də məni paylaşıbdı. Və belə bir təsadüf oldu. Ondan sonra 1 ay sonra Bakıya gəldi. Mən də yəni olub Azərbaycanda. Bəli, gəlib. Bu məlumatı niyə Azərbaycanda 2 dəfə olubdu. Bir dəfə Aikido ilə bağlı gəlib, bir dəfə də o həm də musiqi ilə məşğuldur hobbi olaraq, bir dəfə də gəlib burada mini konsert verib deyək. O gəldi 1 ay sonra və mən ortaq tanışlar vasitəsilə dedim ki, görəsən ona çıxa bilərəmmi? Dedilər, əslində bir nəfər var, ondan soruşarıq. Bəs sən necə təqdim edək Steven Seagala? Dedim, siz deyin ki, Fariz Abdullayev görüşmək istəyir. Məncə tanıyacaq, çünki 1 ay əvvəl videonu paylaşıb və ətraflı yazıb. Dedilər, yaxşı, amma söz vermirik. Dedim, tamam. Nəsə ona dedikdən sonra o tanıyıb, deyib ki, gəlsin görüşək. Biz də getdik, həmin onun otelində tədbirə gedirdi. Oteldən çıxmamışdan getdim, qarşılaşdım, görüşdük. Təşəkkür elədim ki, bəs mənim videomu paylaşmısınız. Dedi, xatirə fotosu çəkək, çəkdik. Və sonra dedi ki, hansı təşkilat idi? Dedim, filandır. Dedi, əla. Gələn səfər mən Aikido ilə bağlı gələndə çox yaxşı olar ki, sən də gələsin, bir yerdə bəlkə əməkdaşlıq eləyərik. Belə bir söhbəti də olmuşdu. Ondan sonra düzdür, hələ gəlməyibdi ölkəmizə. Onu demək istəyirəm. Sırf elə bununla bağlı daha ciddi mövzuda gəlsəydi, yəni düşünürəm ki, əslində maraqlı əməkdaşlıq eləmək olar. Bəli, əslində heç bu barədə həmin dövrdə fikirləşməmişdim. Yəni çünki başqa işlərə qarışıq idi. İdmanı inkişaf elətdirməli idim. Amma günü bu gün mən düşünürəm ki, artıq yaxşı məndə reytinqimiz də var, statusumuz da var. Məncə artıq əməkdaşlıq da hansısa formada eləmək olar. Əməkdaşlıqlara hazırıq. Bəli. Fariz bəy, təşəkkür eləyirəm ki, bu günləri qonağımız oldunuz. Mən düşünürəm ki, bütün mövcud suallarla bağlı bütün cavabları tapdıq. Sizə, idmançılara və Azərbaycanda baş verən bu Real Aikido ilə bağlı olan baş verən hər bir şeydə, hər istiqamətdə uğurlar. Belə, dəyərli izləyicilər, bir daha qeyd etmək istəyirəm ki, özündə harmoniyanı, müdafiəni ən əsası və enerjini toplayan idman növündən Real Aikidodan bəhs etdik. Qonağımız isə Fariz Abdullayev idi. Belə dəyərli izləyicilər, növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.